Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme accil li veliyyikel ferec. Selamun aleyküm əziz müsəlman bacı və qardaşlar və bizi izləyən möminlər. Bugündən Allahın izni ilə məhdəviyyət bəhsləri silsiləvi olaraq siz əzizlərin nəzərinə çatdırılacaq və bilirsiniz ki, məhdəviyyət bəhsi həqiqətən İslamda ən önəmli və əhəmiyyət kəsb edən bəhslərdən biridir. Mən deyərdim ki, İmam Məhdi Əccələllahu Təala Fərəcəhu Şərifin zuhuruna qədər bu mövzu gündəmdədir və gərək də gündəmdə olsun. Təəssüflər olsun ki, baxmayaraq ki, məhdəviyyət inancı haqqında minlərlə hədislərimiz vardı, bu mövzuya az toxunulur. Biz də təşəkkür edirəm Mədinətül Elm müəssisəsinin zəhmət çəkən ilahiyyatçı qardaşları həqiqətən bu mövzunu təklif irəli sürdülər. Mən də inşallah silsiləvarı olaraq bu bəhslərlə siz əzizlərin xidmətində olacağıq. Ümidvarıq ki, az da olsa eləyə bilək İmam Məhdi əleyhissalam şünaslıq mövzusunda lazımi addımları atmış olaq və bacardığımız qədərində bu məbahisi eləyə bilək siz əzizlərin nəzərinə çatdıraq. Ən önəmli bəhslərdən ki, istəyirəm öncə buna işarə edəm. Nə üçün məhdəviyyət bəhsi bu qədər əhəmiyyətli və zəruri bəhslərdən biridir? İstəyirəm bu sualı cavablandıram. Baxın, biz şiə qaynaqlarına, hətta sünni qaynaqlarına müraciət edəndə görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin özündən yüzlərlə məhdəviyyət mövzusunda hədis vardır. Və biz bir əhl-i beyt davamçısı olaraq hər bir məsumdan, Peyğəmbərdən sonra hər bir məsumdan, Həzrəti Əli əleyhissalam, xanım Fatimə Zəhra salamullahi əleyha və digər məsumlardan ta İmam Həsən Əskəri əleyhissalamın özünə qədər görür ki, bu mövzu haqqında hədislər vardır. Bir dənə, iki dənə də deyil. Bu həqiqətdə bu məsələnin əhəmiyyətini göstərir ki, bu bəhs adi bir bəhs olsaydı, onun haqqında bir dənə, iki dənə hədis olardı və tamam olub gedərdi. Bu ki, bütün imamlarımız, bütün məsumlarımız bu mövzuya işarə ediblər, məlum olur ki, zəruri məsələlərdəndir. Və qeyd elədim, minlərlə hədis vardı. Neçə il bundan qabaq bir kitab çap oldu, təqribən 8 cilddən ibarət. İmam Məhdiyə aid olan hədisləri toplumu həqiqətdə 8 cilddən ibarət idi. Təqribən o kitabda 8000-dən çox hədis nəql olunub sünni və şiə qaynaqlarında. Əlbəttə, mən demirəm bu hədislərin hamısı səhih hədislərdir. Məhdəviyyət mövzusunda da saxta hədislərin sayı az deyil. Amma bir mövzu ki, hətta mən deyərdim, o mövzuya aid saxta hədislər vardı və cəli hədislər bu barədə, necə deyərlər, bəzi o İslamı istəməyən xəlifələr tərəfindən düzəlmişdir. Bu da o elə məsələnin əhəmiyyətini göstərir. Və ən azından 2000-ə yaxın bu mövzuda səhih hədisləri vardı. 2000 bir mövzuda səhih hədisin olması bu bəhsin əhəmiyyətini çatdırır. Və həmçinin sünni və şiə qaynaqlarında təvatür olaraq nəql olunan, əziz Peyğəmbərimizdən nəql olunan bir hədis vardır. Hər birimiz bəlkə bunu eşitmişik. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən matə və ləm yərif imamə zəmanihi matə mitətən cahiliyyə. Hər kəs zəmanəsinin imamını tanımadan dünyasını dəyişərsə, cahiliyyətdə ölmüş insanlar kimi dünyasını dəyişib. Bu, onu göstərir ki, hər bir zamanda imam var. Biz o hal-hazırki zamanda o imamın İmam Məhdi olmasına inanırıq və hər birimizə bir müsəlman olaraq lazım və vacibdir ki, zamanənin imamını tanıyaq. Əgər tanımasaq və Peyğəmbərimiz buyurur, cahiliyyətdə olan o küfür cahiliyyəti, bütpərəstlik cahiliyyəti, o zamanda olan insanlar ki, dinləri yox idi, onlar kimi insan sanki dünyasını dəyişir. Və yaxud qeybət dövründə məşhur dualardan biri bundan ibarətdir ki, deyir ki, İlahi Allahümmə ərrifni nəfsək, İlahi özünü mənə tanıt. Əgər sən özünü mənə tanıtmasan, mən sənin rəsulunu tanımaram. İlahi, öz rəsulunu mənə tanıt. Əgər öz rəsulunu mənə tanıtmasan,
hüccətini tanımaram. İlahi öz hüccətini mənə tanıt. Əgər hüccətini mənə tanıtmasan, zaləltu ən dini. Dindən çıxaram. Yəni ilahi hüccəti tanımamaq, məxsusən də zəmanənin imamını tanımamaq bərabərdir həqiqətdə dinsizliklə və zəlalətlə bərabərdir. Bu və bu kimi məsələlərə görə məhdəviyyət bəhsinin əhəmiyyəti biz üçün məlum olur. Həqiqətən ən önəmli və zəruri məsələlərdən biridir ki, bu bəhslərə vaxt ayıraq, bir müsəlman olaraq, bir əhl-i beyt davamçısı olaraq bu məsələnin əhəmiyyətini bilək. Amma digər bir məsələ ki, istəyirəm o barədə bəhs edək. Ümumiyyətlə məhdəviyyət nə deməkdir? Məhdəviyyət deyirlər ki, Məhdi kəlməsindən götürülüb, sadəcə olaraq ərəb dilində bir məsdər-i sunai vardır. Məhdi kəlməsindən götürülüb, amma məsdər-i sunai əsasında qurulub, yəni İmam Məhdi əleyhissalama aid olan bəhslər, məsələlər, mətləblər. Yəni ümumiyyətlə hər bəhsi ki, İmam Məhdi əleyhissalamla bağlıdır, ümumiyyətlə İmam Məhdi əleyhissalam kimdir, atası kimdir, nə vaxt doğulub, qeybə nə vaxt çəkilib, nə vaxt zuhur eləyəcək və onun qeybə çəkilməyinin nə kimi fəlsəfəsi var, uzun ömürlü. Ümumiyyətlə İmam Məhdi əleyhissalamla bağlı bütün bəhslər ki vardı, bu bəhslərin toplumuna məhdəviyyət bəhsləri deyilir. Amma bilirsiniz, Məhdi sözü də əsl ərəb dilində hidayət kəlməsindən, huda kəlməsindən götürülüb, mənası yəni hidayət olunmuşdur. Hadi kəlməsi hidayət edən, bu da ərəb ədəbiyyatı baxımından ismi məf'ul hesab olunur. Məhdi, yəni hidayət olunmuş. Yəni Allah tərəfindən xüsusi hidayətə malik olan şəxsdən söhbət gedir. Bundan əlavə istəyirəm bu məsələni də açıqlayam bu birinci bəhsimizdə. O da budur ki, biz İmam Məhdi əleyhissalam deyəndə yalnız və yalnız zehnimizə bu gəlməsin ki, bəli, gələcəkdə Məhdi deyilən bir şəxs gələcək və dünyanı ədalətlə dolduracaq və bu kimi məsələlər. Bu düzdür ya, demirəm bu səhvdir. Amma yalnız bu deyil. Məhdəviyyət bəhsi həqiqətdə çox önəmli məsələlərdən biridir. Mən burada qeyd eləmişəm ünvanların. Baxın, məhdəviyyət, yəni Allahın yer üzünü heç vaxt hüccətsiz qoymaması. Ki, bunun özü haqqında inşallah gələn dərslərimizdə dəlillər gətirəcək, mötəbər hədislərə əsasən. İkinci məsələ, ilahi rəhbərliyin Peyğəmbərdən sonra imamətlə davam etməsi məsələsi. Bu da çox önəmlidir. Bizim inancımıza əsasən imamət həmin nübüvvətin davamıdır. Ondan ayrı bir şey deyil. Bir fərqi vardır ki, imamətdə vəhiy məsələsi yoxdur. Üçüncü, son imamın qeybə çəkilməsi. İmamət həmin nübüvvətin davamıdır və məhdəviyyət həqiqətdə son imamın qeybə çəkilməsi, qeybin ilahi hikmətlə davam etməsi. Yəni İmam Məhdi əleyhissalam ki, qeybə çəkilir, bunun özünə məxsus hikmətləri var, səbəbləri var, inşallah qeyd olunacaq. Həmçinin zuhurun qaçılmaz ilahi vəd olması. İmam Məhdi əleyhissalam ki, qeybə çəkildi, Allah tərəfindən vədə verilib ki, bu zuhur mütləq bir gün həyata keçəcəkdir. Həmçinin yer üzünün zülmlə dolduqdan sonra ədalətlə dolması. Burada da bu barədə də onlarla hədis vardır ki, necə ki zülmlə dolub, İmam Məhdi əleyhissalam zuhur etdikdən sonra ədalətlə dolduracaq. Digər bir məsələ, yəni bunlar hamısı məhdəviyyət bəhsinin zimnindədir. Digər bir bəhs də budur ki, müminin intizar ruhiyyəsi. Mömin bir insan, müsəlman bir insan gərək həmişə intizar ruhiyyəsi ilə yaşasın və həmçinin tarixin sonunun, bu bizim etiqaddır, bu İslama aid olan, Əhl-i Beyt məktəbinə aid olan bəhslərdəndir ki, tarixin sonu batillə yox, tarixin sonu ədalətlə tamamlanacaqdır. Bizə ayrılan vaxt tamam oldu. İnşallah bu bəhslərin davamını gələn verilişdə izləyə bilərsiniz. Hamınızı Allaha tapşırıram və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.